Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin pisləşməsi barədə iddialar yayılıb. Ölkənin dezinformasiya ilə mübarizə mərkəzi dövlət rəhbərinin səhhətində problemlər yaranması barədə məlumatları təqzib edib. Bildirilib ki, Türkiyə liderinin səhhətində narahatlıq yoxdur. Bir YouTube kanalında prezidentimizin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözgedən videoda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də prezidenti hədəf alır və təhqirlər ehtiva edir, deyə məlumatda qeyd olunub. İyunun 30-dan Rusiya ölkəyə giriş qaydalarını sərtləşdirəcək. Rusiyaya giriş zamanı barmaq izlərini verməli və şəkil çəkdirməli olacaqsınız. Bu qanun layihəsi təkcə vizasız ölkələrdən olan əcnəbilərə aid edilməyəcək. Xatırladaq ki, elektron viza layihəsi Rusiyada 2023-cü il avqustun 1-dən başlayıb. O vaxtdan etibarən əcnəbilər turizm, biznes, humanitar məqsədlər və ya qonaq səfərləri üçün viza üçün müraciət edə bilərlər. Bunun üçün internet saytında və ya mobil proqramda forma doldurmaq lazımdır. İlkin olaraq proqrama cəmi 52 ölkə daxil edilib. İyunun 12-sində ABŞ-İran danışıqlarının yeni raundu başlayacaq, lakin Vaşinqton hələlik Tehranın nüvə sazişi ilə bağlı təkliflərə verdiyi cavablardan razı deyil. Bunu ABŞ prezidenti Donald Trump Ağ Evdə jurnalistlərin suallarına cavablandırarkən deyib. Cümə axşamı İranla görüşümüz var. Ona görə də həmin günü gözləyəcəyik. İran hakimiyyəti edilə bilməyəcək şeylər istəyirlər. Onlar imtina etməli olduqlarından əl çəkmək istəmirlər. Uranı zənginləşdirməyə hədəfləyirlər. Uranı zənginləşdirə bilməzlər, deyə Ağ Ev rəhbəri qeyd edib. Onlar hələ lazımi nöqtəyə çatmayıblar. Mən bunu deməyi xoşlamıram, çünki alternativ fəlakətlidir, deyə Trump qeyd edib. Rusiya prezidenti Vladimir Putin İnguşetiyadan olan çox uşaqlı ailəyə mikroavtobus hədiyyə edib. 11 uşaqlı cütlüyə 14 nəfərlik qazelin aşarı verilib. Dövlət rəhbəri Kremldən video bağlantı vasitəsilə onlarla əlaqə saxlayıb. Daha sonra isə ailənin çoxdankı arzusunu həyata keçirərək onlara mikroavtobus bağışlayıb. Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Rusiya Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu qurumun mətbuat katibi Ayxan Hacızadə, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib. Ayxan Hacızadənin sözlərinə görə təəccüblü hal odur ki, Rusiya Federasiyası prezidentinin köməkçisi, habelə Rusiyanın tarix təhsili üzrə qurumlararası komissiyasının sədri olan Medinski, Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycan ərazisi kimi tanımışdır və tanıyır. Ayxan Hacızadə daha sonra sözlərinə belə davam edib. Eyni zamanda sual doğuran məqam ondan ibarətdir ki, Minsk qrupunun həmsədri olmuş ölkənin prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə, heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020 və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük vətən müharibəsi və bir gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub. Sonra diplomat Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.
NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir. Bunu NATO baş katibi Mark Rutte deyib. İqtisadiyyatı bütün NATO iqtisadiyyatlarından 25 dəfə kiçik olsa da, Rusiya alyansın bütün ölkələrinin cəmindən 4 dəfə çox sursat istehsal edir. Hər hansı bir münaqişənin əsasını sursat təşkil edir. Əgər sursat ehtiyatınız yoxdursa, işə başlamayın. İyunun 9-undan keçən gecə Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin bölmələri Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə birgə Rusiya Federasiyasının Nijni Novgorod vilayətində yerləşən Savastlika aerodromundan zərbələr endirib. Bu barədə Ukrayna mediası məlumat yayıb. Qeyd olunub ki, zərbələrin nəticəsində MiG-31 və Su-30-34 də daxil olmaqla Rusiya qırıcıları məhv edilib. İngilislər Rusiya qarşı terror hücumlarında Ukraynaya 100% kömək edir. Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib. Kiyevin hərbi aerodromlarımıza hücumunda Londonun əli var, Lavrov əlavə edib. Ən şiddətli və gərgin hərbi əməliyyatlar Pakrovsk istiqamətində, eləcə də Kursk əməliyyatı aparılan ərazilərdə və Sum vilayətinin sərhədyanı rayonlarında davam edir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. Hər yerdə Rusiyanın taktikası eynidir. İtkilərə baxmayaraq irəliləməyə çalışırlar. Ukraynanın mövqelərinə soxulurlar və heç olmazsa 1 metr ərazi əldə etmək istəyirlər. Lakin onların potensialı sonsuz deyil. ABŞ Milli Qvardiyası Kaliforniyaya göndərilməsəydi, Los Angeles tamamilə məhv olardı. Bunu ABŞ prezidenti Donald Trump deyib. Ştatın qubernatoru Newsom və Los Angeles meri Karen Bass mənə təşəkkür etməlidir. İxtişaşları dinc nümayişlər adlandırmaqla ABŞ və Kaliforniya sakinlərini aldatmamalıdırlar. İran xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlar İsrail tərəfindən hücum olacağı təqdirdə onun gizli nüvə infrastrukturundan cavab zərbələri endirməyə imkan verir. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir. Bugün İranın kəşfiyyat əməliyyat tədbirləri nəticəsində əldə etdiyi məlumatlar döyüşçülərimizə Respublikanın nüvə infrastrukturuna İsrailin potensial hücumuna qarşı durmağa və onun gizli nüvə infrastrukturuna mütənasib zərbə endirməklə hər hansı təcavüzü dəf etməyə imkan verir. Bəyanatda qeyd olunub. Onki ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyulub. Bu barədə ABŞ prezidenti Donald Trump qərar verib. Qərara əsasən Afrika və Yaxın Şərqdən olan 12 ölkə vətəndaşı ABŞ-a səfər edə bilməyəcək. Ukraynanın NATOya üzvlük yolu qüvvədə qalır. Bunu NATO baş katibi Mark Rutte deyib. Güman edirəm ki, bu kommunikədə təkrar qeyd edilib edilməməsindən asılı olmayaraq sammitdən sonra da qüvvədə qalacaq. Biz bunun artıq aktual olmadığına qərar verənə qədər qüvvədə qalacaq. Ukraynadakı müharibə qlobal münaqişəyə çevrilməyəcək. Bunun səbəbi Rusiyanın kifayət qədər zəif olmasıdır. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Ruslar bunun üçün çox zəifdir. Onlar heç Ukraynanı məğlub edə bilmirlər. Ona görə də NATOya qarşı ciddi hücum etmək gücündə deyirlər. Orban əlavə edib ki, Avropa güclü olmalıdır. Çünki Ruslar yalnız güc dilini anlayır. NATO 16-27 iyun tarixlərində Finlandiya ərazisində hərbi hava qüvvələrinin təlimlərini təşkil edəcək. Bu barədə Finlandiya hərbi hava qüvvələrinin rəsmi saytında məlumat verilib. Təlimlərdə 40-dan çox təyyarə və təxminən 1000 hərbiçi iştirak edəcək. Təlimlərə Finlandiya məxsus qırıcılar, ABŞ-ın F-35A və F-15Y təyyarələri, Böyük Britaniyanın Tayfun, Fransanın Rafael qırıcıları və A-400M hərbi nəqliyyat təyyarəsi cəlb olunacaq.
Ukraynanın Rusiya ərazisinə hücumlarından sonra vətəndaşlar Kiyevə qarşı daha sərt tədbirlərin görünməsini istəyir. Bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib. Bu hadisələrdən sonra vətəndaşlar Kiyevi, Lvovu Areşniklə vurmağı tələb edir. Bəsdinin danışıqlar apardınız deyirlər, deyə o əlavə edib. Medinskinin sözlərinə görə Bryansk vilayətində körpünün partladılmasından sonra Rusiya nümayəndə heyətinin Ukrayna ilə danışıqların ikinci raundunda iştirak etməsi çətin olub. O baş verən hadisələri terror hücumu adlandırıb.